üzr məclisinə daxil olursan, molla nəsihət verir, axund nəsihət verir. Baxıb, maraqlıdır adama ki, görürsən, bunları niyə danışır? Yəni, məclisin əhlinə baxırsan, məclisdə iştirak edənlərə baxırsan, sonra danışan mollaya baxırsan, istisnaları var, aynı mən ümumi deyirəm. Bir mövzu açıb, maraqlıdır ki, niyə görə bu mövzudan danışır? Deyir ki, Allahın yaratdıqları filan mələklər var. O filan mələklərə də nəzarət eləyən, misal üçün deyirəm də, filan mələklər var. Bunları danışır. İndi maraqlıdır, sual yaranır adamda ki, bu dinləyənlər, o mələk bu dinləyənlərin neyinə lazımdır? Bəzi insanlar var ki, dindən danışmağa həvəssizdirlər. Adam var ki, ayaqqabı alır, bir ay danışır. Yəni, bir ay bunun yanına yaxınlaşmaq lazımdır. Çünki bir ay ayaqqabı söhbət eşidəcəksən. Bu adam ayaqqabıdan danışmağa həvəssizdir. İzah edə bilirəm, bu adama lazım deyil cəmaat rahat ayaqqabı giyinsin. Bu adamın ayaqqabıdır, məqsədi ayaqqabıdır. Bəzi adamlar var ki, dində də onların məqsədi Allah deyil, onların və eyni zamanda cəmiyyətin islahı deyil. Onların məqsədi Allahdan danışmaqla, eyni zamanda qəribə mövzulardan danışmaqla özlərini elmli göstərməkdir. Heç cür fayda verə bilmir. Ona görə əgər dinləməkdirsə, qarşındakı adama nəsihət verməkdirsə, onun duyğularını, onun hisslərini, onun düşüncə qabiliyyətini nəzərə almadan ona nə versən ziyan eləyəcəksən.